Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqa aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Bölgə TV xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş Nazirinin sabiq birinci müavini uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Qeyd edək ki, Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamaya başlamışdır. Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspora strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozitiv fəaliyyət aparıb. 2012-ci ildə yaradılmış qalmaqallı hamının Milyarderlər İttifaqı adı ilə tanıdığı Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub, özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb. Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərmli və ətrafında ibarət tərkibdə formalaşdırılmış Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında Milyarderlər İttifaqının Koordinasiya Şurasının üzvü olub. Hərçənd hələ 2012-ci ildə Milyarderlər İttifaqının yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov Milyarderlər İttifaqı adından çıxış edib. Müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir. Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində Milli Şuranın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanaraq Azərbaycana gəlmir. Əldə edilən məlumatlara əsasən qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycan Konstitusion Dövlət Hakimiyyətinə zorakı yola ələ keçirmə planlarına dair materiallar əldə edilərək cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir. Rəna Rövşən qızı, BTV.